Elnur Bayramov 25 yanvar 1992-ci ildə İmişli rayonunun Şahverdili kəndində dünyaya göz açıb. Azərbaycan ordusunun əskəri olan Elnur Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elnur Bayramov 28 oktyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elnur Bayramov ölümündən sonra vətən uğrunda Xocavəndin azad olunmasına görə cəsur döyüşçü, Füzulinin azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib.